Bugün sizlərə Nizami Gəncəvi poeziyasında qadın obrazlarına müasir qadın baxışından bəhs edəcəyik. Nizami Gəncəvi yaradıcılığı şərq ədəbiyyatında bənzərsiz bir zirvədir. Lakin bu zirvənin ən yüksək nöqtəsi bəlkə də çoxlarının görmədiyi yerdə qadın obrazlarında gizlidir. Onun qəhrəmanları sadəcə gözəl deyil, onlar ağıllıdır, azad ruhludurlar və sevgi qarşısında itmir, əksinə mövcud olurlar. Bu qadınlar öz dövrlərinin kişi mərkəzli dünyasında sükutla yox, seçdikləri yolla cavab verirlər. Fitnə Bəhram kimi bir padşaha dərs keçən qadın obrazı ilə tarixdə tək qalır. Bugün biz onları oxuyarkən təkcə bir şairin yaratdığı qəhrəmanları yox, özlüyündə dəyişməyə çalışan bir cəmiyyətin aynasında görürük. Nizami Gəncəvinin qadın obrazları təsadüfi deyil, hər biri müəyyən bir fikrin daşıyıcısıdır. Şirin, sevgi uğrunda özünü fəda edən, amma eyni zamanda seçimində sərbəst olan qadındır. O Xosrova tabe olmur, onu seçimə məcbur edir. Nüşabə, hökmdar qadındır, o İskəndəri hiyləsiz tanıyır. Lakin öz xalqının və dövlətinin marağını üstün tutur. Qadın təkcə eş üçün deyil, taxt üçün də düşünə bilər. Leyli, səssiz, dərin, məsum görünür. Amma onun içində gizli bir qürur var. O Məcnuna qarşı hisslərini yaşasa da, özünün içi ilə uzlaşmadan irəli getmir. Və nəhayət fitnə. Onun adı belə bir simvoldur. O qadının susmadığı yeganə obrazdır. Bəhram Şahın nə kişiliyinə, nə də padşahlığına heyran deyil, əksinə ona güzgü tutur. Bu qadınlar fərqli dövrlərin oxucularına fərqli şeylər deyə bilir. Müasir qadın üçün bu obrazlar bir çağırışdır. Səssiz olma, özünü ifadə et. Nizami Gəncəvinin qadın obrazları onun poeziyasının ruhudur. Bu ruh nəinki 12-ci əsrə, hətta 21-ci əsrə belə işıq tutur. Bugün biz hələ də qadını təkcə gözəlliklə dəyərləndirən, onun sözünü yox, səssizliyini qiymətləndirən bir dünyada yaşayırıq. Amma Nizami deyir, qadın danışmalıdır, qadın düşünməlidir, yaratmalıdır. Biz onun misralarından keçərək bu günə gəliriksə, deməli hələ də onu eşitmək və yaşatmaq imkanımız var. Nizami Gəncəvi qadını yalnız sevgi obyekti yox, düşünən, hiss edən və cəmiyyətin mənəvi dayağı olan varlıq kimi gördü. Onun obrazlarında qadın yalnız gözəl deyil, ağıllı, iradəli, güclüdür. Lakin tarixdə bu baxış hər zaman üstünlük təşkil etmədi. Zamanla qadın azadlığına, ağlına, sözünə qarşı sədlər çəkildi. Adət və dini yozumlarla məhdudlaşdırıldı. Bəlkə də Leylini məktəbdən çıxaran o səhnə sadəcə bir sevda hekayəsi deyil, o qadının maariflənməsinə, şəxsiyyət kimi yetişməsinə qoyulan qadağaların simvoludur. Və bugün biz Nizaminin misralarından baxaraq bir daha anlayırıq ki, qadın azadlığı yalnız bir hüquq deyil, həm də mədəniyyət məsələsidir. Nizami danışdı, biz isə onu eşitmək və yaşatmaq məsuliyyətini daşıyırıq.